Gəlsin buradan izah eləsin. Oturub. Qonşular biraz yaxın gəlin. Binada bu məhkəmə qərarı çıxandan sonra Megafonun binasında Qıvarın güvənlik servisi məhkəmə qərarından ləğv olunub. Ləğv olunandan sonra bizim tərəfimizdən MMC yaradılır. Cəmaatın binanın tikən şirkətin adını çəkin. Binanın tikən şirkətin adı Azur, nədir binanın adı? Bir sorsan. Yeni Həyat. Yeni Həyat rezidensiyadır. Tikəndə sahibi Babəkdir. Biz burada güvənlik servisin xidməti məhkəmə qərarıyla ləğv olunub. Ləğv olunandan sonra MMC yaradılıb. 178 nəfər vətəndaş imza edib MMC yaradıblar. Həmin MMC yaradıblar. Həmin MMC ilə yaradılıb bizə məhkəmə qərarıyla məhkəmə icraçıları bütün bəzi liftlərin bizə təhvil verilməsinin öhdəliyin yerinə yetiriblər. Lakin Qazanxananın güvənlik servisinin rəhbərliyi və MTK rəhbərliyi vermək istəmir. Deyir ki, burada kiminsə çoxlu borcu var, o borcların adiyyəti yoxdur. Burada elə şirkətlər var ki, işıq sistemində şotçiklər də yoxdur. Ona görə bizim borcda olmağı bəhanə edərək qonşuları isti suyun kəsilməsini istəyirlər. Ondan da əlavə bu günlərdə istəyirlərdi ki, özləri üçün xüsusi Qazanxanadan 3 dənə öz evlərində şəxsi atapleni çəksinlər. Yəni Qazanxananın birbaşa özlərinin bina otaqları üçün istifadə eləsinlər. Qonşular yığışdı, onlar barədə tədbir görüldü. 37-ci polis bölməsində o barədə araşdırma gedir. Belə də ki, bizə xahiş edirəm, yəni cəmaət hamısı tələb edir ki, Qazanxananın bizə verilməsini köməkli göstərilsin. 37-ci polis bölməsindən əlavə olaraq hansısa quruma müraciət etmisinizmi? Bəli, bizim hüquqşünaslar bütün orqanlara, prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident aparatına hər bir yerə müraciət edir. Cəmaətin və xalqın adına, bizim borçların adına. Siz binanı idarə etmək üçün özünüz MMC yaratmışsınız və söylədiniz ki, məhkəməni tutmuşsunuz. Bəli, məhkəmə qərarı ilə xidmət edən güvənlik servis ləğv olunub, qanunsuz əməl işlədiyinə görə buradan uzaqlaşdırılıb. Hal-hazırda sizin yaratdığınız MMC idarə edir binanı? Bəli, hal-hazırda bir həftədir ki, bizim yaratdığımız MMC bu idarəni idarə edir. MMC-yə də 187 səs toplanıb. Əlavə olaraq sonradan da bir 30 nəfər gəlib səs verdi. Hamı istəyir ki, bizim bu binanın Megafonun əvvəlki vəziyyətinə qaytarılması üstündə mübarizə aparsın. Əvvəllər burada bu Megafonun binası bütün Bakı şəhərində ən gözəl binalardan biri olur. Burada təbbaralar olur. Hal-hazırda təbbaralar da yoxdur. Söküb aparıblar başqa bir təşkilat, söküb buradan aparıblar başqa binaya. Başqa bina, xahiş edirik. Cəmaət hamısı bax, indi burada yığılışıblar ki, bu yaxınlarda istilik sisteminin verilməsi məsələsində deyib ki, mən təhvil vermirəm. Müqavilədə qeyd olunub. 11 bin var. Qonşular bir həftə dediniz, 11 bin kim ödəyib? Hamı deyir ki, ödəmişik. 11 bin kaçıqanı tikilməsi üçün. Müqavilədə qeyd Xidmətlə 50 qəpik müqavilə bağlanılıbdır. O müqavilələri tam ödənildikdən sonra çıxartıldı, yəni o müqavilələr götürüldü, yəni özlərində saxlanılır, bizə lazımdır. Əslində bura olmalıydı qarar, 2-ci mərtəbə və 3-cü mərtəbə. O qararlar da hansı ləğv olundu, öz xeyirləri münasibətlə burada, yəni ofis dükanlar açıldı, yəni ki, adlarını çəkin, şirkətin adını çəkin. Şirkət Yeni Həyat idi, mən olanda Yeni Həyat idi, güvənli MMC sonradan gəldi. Yəni ki, güvənli MMC-nin hər kvadrat metrdə bir manat almağı, Allah mənə heç bir müqaviləsi yoxdur, amma hər yerdə də mənim adımı borcuna salıblar. Verdiklərdə yazırlar ki, filankəs qonşuların sayəsində bu binada yaşayır. Yəni ki, bunlara görə də məhkəməyə də müraciət eləmişəm, yəni şikayət ərizələri də var. Ayın 6-sında məhkəməmiz olacaq. Onunla bağlı da görək nə olacaq. Qazanxana əslində bu binaya məxsusdur və bu günləri qol gücünə, yəni ki, bilmirəm, və güvənlilər heç başa çıxmalı olmur. Sakinlər istəyirlər, yolu bağlasınlar, biz aeroporta gəliriz. Heç kimin ortada olur. Bu barədə bunlar zor gözləmədə həll edirlər, yəni işlər. Onlardan da görüşüb, deyirlər ki, başlayırlar təzyiqlər eləməyə.
burada MMC fəallar üçün, hətta bizim MMC-nin rəisinin rəhbərliyinə gedib çıxırlar ki, ona qarşı bir sıxıntı yaratsınlar ki, əl çəksinlər. MMC-ni deyir, ləğv eləyin, biz yaradaq MMC-ni. Biz yaradaq, özümüz idarə elə, siz bacarmıyorsunuz. Mən deyir, orada fəallardan bir də fikrətdir, mənəm göyə. Mən də onu bari tapşırmışam ki, icra işi qaldıracaqlar, onu göyə mənim hərəkətlərimə. Başlayırlar indidən bizə hələ qorxu gəlib sıxmağa. Bu sənədləri təqdim ediblər. Yəni bu sənədləri göstərirlər ki, sizin güvənli MMC-yə servisə borcunuz var. Yəni bu güvənli servisə pulu ödənilməsə isti sular da dayanılacaq. 22.000 isti suya görə, 22.000 şeyə görə depozit qoyulmalıdır. Yəni bunlar bugünkü gündə tapa bilmirlər. Yəni liftlərə xərclənən elektrik enerjisi nə qədərdir? Yəni bunların hamısını, yəni burada işləyənlər nə varsa, hamısı sakinlərin boynuna yıxılır. Ona görə də bu günləri elektrik enerjisinin nə qədər olunması bəllidir. Biz də bu gündən etibarən müraciət edəcəyik elektrik şəbəkəsinə, yəni hər bloka ayrı sayğac qoyulsun və ölçülsün, biçilsin ki, hər ay yəni işıqlanmaya görə bir də liftlərə görə nə qədər elektrik enerjisi sərf olunur. 4-cü mərtəbədə, yəni qış parkımız var, onları da işıq dirəklərini söktülər, yəni gətirdilər xırda şeylər düzüldülər, yəni orada da əlavə tikililər əmələ gəlibdir, heç başaşmaq olmur. Yəni əvvəlki proyekti ilə indiki proyekti heç üst-üstə düşmür. Xadimlər zibilxananı da atmağa icazə vermirsiniz. Xəlat yaratmışsınız ki, bu cəmaat həyatın düzgün davam edir. Borclardır, cəmaatın borclardır, borclar. İcazə verin dedilər mənə. Daxilində mənə nə üçün olacağı verə bilərəm. Siz nə nəzərdə tutup zibillərin Biz bəli, bizə ayrılan məhkəmə qərarı ilə ayrılan sahəni təqdim eləmirsiniz ki, biz öz MMC-imizin fəaliyyətini yerinə yetirək. Niyə əfkət məni? Biz sizə kifayət qədər şərtlər Nə vermişsiniz, bacı, nə vermişsiniz? Siz nə istəyirsiniz axı? Biz istəyirik ki, bir deyək, təslim prosesimizə. bir də xadimənin hətta ünvanlıqa getməyinə icazə verilmir. Belə bir şey yox. Vaxtı çağırın, Səbinə xanım var burada, kimdirsə soruşun. Ünvanlıqa getməyə icazə verilmir. Xadimənin başqa aşağı düşüb zibilləri bizim bu ümumi mülkiyyətə aid olan yerməyə qoymurlar. Təzədən bir maşın tutub zibillər, bax dünənləri bütün qrupmada var idi. Zibilləri atmağına imkan vermirlər. Bu ayrım bizim yerimizi MMC-yə məhkəmə qərarından verilib, verin bizə istifadə elə. Borc deyirsin, birləşən borcu da ödətdirək. Eləmirsiniz aha. Mən də borclulardan biriyəm. Mən borclulardan biriyəm. Gəldim sizə dedim ki, bəli. Gəldim dedim ki, verin mənə hesaba bu pulları hara xərcləyirsiniz, vermədiniz. Siz götürdünüz mənə yalan. Məhkəmədə də sizə dedilər ki, bu pullar hara xərclənir, cəmaatdan yığılan kamlar verməmisiniz. Ona görə də məhkəmə sizin Biz sizi kifayət qədər məlumatlandırmışıq. Sizə posta verilib. Yaxşı, mən verməmişəm, verən yoldaşlar var burada. Bax, niyə bunlara imkan yaratmırsınız ki, yaşasınlar? Niyə bu imkan? Yaratmır, gəl suyun çək. Hansı sakinlər bizdən heç vaxt Suyun niyə kəsilir? Sizin sual verim. Sizin nə ixtiyarınız, bir də üzr istəyirəm fikrə. Sizə bax sual verirəm. Sizin nə ixtiyarınız var idi ki, 2 həftə dalbadal 6 bazar günü suyumuzu kəsir? Sual verirəm. Yox, mən bilirəm, siz demirsiniz, amma sizin mənim borcum deyil ki, mən gedim digər sakindən aylıq haqqını yığın. O sizin borcunuzdur. Ona görə siz xidmət haqqı alırsınız. Siz ona görə xidmət haqqı alırsınız, maaş alırsınız. Siz maaş alırsınız və sizin maaşınızı biz ödəyirik. Ona görə xidməti də düzgün göstərməlisiniz. Siz xidməti düzgün göstərmirsiniz. Sizi kommunal xərclərə görə dayandırırlar. Yox, kommunal xərclər hardansa borc yaranıb. Siz bildirmisiniz ki, buradakı sakinlərin 300 minə yaxın borcu var. Biz də sakinlər hamımız bura yığılmışıq. Sizdən tələb eləmişik ki, hesabatı göstərin bizə. Audit hesabatını göstərin. Yox, xanım, bir dəqiqə üzr istəyirəm. Siz hesabat göstərməmisiniz. Siz göstərmişsiniz ki, kimin nə qədər borcu var. Biz sizdən tələb eləmişik ki, hesabatı göstərin, hara, nə xərcləyirsiniz. Hesabat da liftlərə vurulun, hiyakot da var. Elə şey yoxdur. Elə şey yoxdur. Mən görməmişəm. Siz də görsünüz, görməmişsiniz. Yox. Xanım, liftdə siz özünüz istədiyiniz rəqəmlə vura bilərsiniz. Audit hesabatını vurmusunuz liftə? Nə lazım? Yox, mən sual verirəm, siz audit hesabatını vurmusunuz. Ya kimin borcu var ora vurmusunuz. Onu mən görmüşəm. Yenə vurmuşum.
Yoxdur orada. Gedin göstərin. Gedin çıxardın göstərin. Yox, siz Məhkəmədə də istədilər, vermədiniz. Xanım, bir şəxsin borcunu, bir evin borcunu liftə vurub bir neçə şəxsə göstərmək bu cinayət olmaz. Siz cəmaatın şəxsi xəbərlərini yayırsınız liftə. Düzdür, mənim orada şəxsən götürüb şəxsi məlumatları yayındırmışsınız liftə, adı, familiyası, yaşadığı yeri, ünvanı. Düzgün deyil. Düzgün deyil. Heç bir Bəli, mənim şəkil var, yazmışam, gələcəm. Bir də söz deyirəm, 200 min demirlər cəmaatın bir 5 ildə. Sizin bu biznes sentrində borcun bizim boynumuza düşür. Sizin bəzi mağazinlərdə bir də verin 200 min, verin qazanxananı, evi yoxdur. Biz cəmaat özümüzdən 200 mindən ödəyətdirərik. Verin bizə təhvil qazanxananı. MMC-də bir dənə Onu sivil qaydada. də sivil qaydada vermirsiniz axı. Niyə görə? Siz bir dənə soruşun, görün icazə verirlər bazı zibilə atmağa icazə verirlər bazı. Bu cəmaatın ülkə mülkiyyətində vermirlər. Mən heç vaxt çıxış eləməmişəm. Vermirlər icazə. Vermirlər də bax. Sivil qaydada oturur rəhbərlik. Verirlər icazə. Qarşılam kim çıxır qapı? Dünənləri bacı. Allah, haqsız danışmıyorum. Mən düşmən deyiləm. Mən bu iş yolunda. Siz bir dənə bilirsiniz bacı. Dünənləri bacı. Mən and içirəm. İdarə heyəti Qızlar, qadınları tualetə buraxıyorum. Mən sizə kişi söhbəti deyirəm. Olmadı. Qadınları qarşı bir Soruş bacı, Səbinəyə zəng elə soruş. Mən indi Səbinə xanımı zəng Vasif var, Vasif zəng elədi Səbinə, dedi tualetə mümkün deyil. Tualetə Yaxşı. buraxmırlar. Bu günləri üzr istəyirəm. Bu günləri buradakı sakinlər hamısı yığışırlar, MTK yaradılar. Yəni tam bizim hüququmuz var ki, biz o adamlara bəli, MTK yaradılar. Bu günləri biz burada ona görə yığışırıq. Hal-hazırda işlədən digəri MTK tərəfindən bizim idarə heyətinin nümayəndələri var. Oturursunuz bu masa arxasında.